xalqı susturmağın ən rahat yolu onu qorxu içində yaşatmaqdır. Qorxu içində yaşayan insan isə zamanla tək qalır. Sonra isə birlik hissini itirir. Bu gün cəmiyyətin ən böyük problemi də məhz budur. İnsanlar haqsızlığı görür, amma danışmağa çəkinir. Sosial şəbəkələrdə polis təzyiqini izləyən minlərlə insan olur. Amma çox az adam səsini çıxarır. Minlərlə qazilər, veteranlar, şəhid ailələri sosial problemlərdən danışdı, dəstək istədi, bir çoxu psixoloji və maddi çətinliklər içində qaldı. Amma cəmiyyət sustu. 80-a yaxın qazimiz özünü öldürdü, yandırdı, bıçaqladı. Xalq isə səsini çıxartmağa belə qorxdu. Halbuki həmən şəxslər bu xalqa görə, bu dövlətə görə canından keçmişdi, döyüşmüşdü, psixoloji təsirlər, travmalar almışdı, ayağını itirmişdi, qolunu itirmişdi, gözünü itirmişdi, amma xalq bunu düşünmədi. Heç kim bu insanlara dəstək olmaq istəmədi. Bugün sosial şəbəkələrdə süni şəkildə məşhurlaşdırılan şəxslərə verilən diqqət bunun nəticəsidir. Amma cəmiyyətdə çıxıb soruşsaq, Hacı Vəliyev kimdir, heç kəs tanımayacaq. Amma Vəlizarın adını çəkən kimi hər kəs tanıyacaq. Qazilər Birliyinin sədri Hacı Vəliyev bugünkü gündə həbsdədir. Haqqını istədiyinə görə, qazilərin haqqını tələb etdiyinə görə, veteranların haqqını tələb etdiyinə görə bu insanı şərləyib 2 il 6 ay həbs ediblər. Hakimiyyət də buna çalışır ki, Hacı Vəliyev kimi qazilərimizi heç kim tanımasın. Hər kəs o insanları unutsun və Vəlizar kimlərini süni məşhurlaşdıraraq mediada insanların fikrini başqa bir yönə yönəldirlər. Şəbədə edib baxan insanlar belə Vəlizar kimlərinə baxış sayını artırır və böyük bir topluma çıxardır sosial şəbəkədə onu. Yəni şəbədə edib baxmağınız belə o insanları məşhurlaşdırır. Sosial sorğu aparan bir gənc sübut elədi ki, hal-hazırdakı Azərbaycan cəmiyyəti Məmmədəmin Rəsulzadəni tanımır. Kim olduğu haqqında belə məlumatı yoxdur. Halbuki dövlətçiliyi, azadlıq, milli düşüncə deyəndə ilk yada gələn Məmmədəmin Rəsulzadədir. Cəmiyyət tarixini, haqqını, birliyini unutduqca o cəmiyyəti idarə etməkdə çox asan olur. Dəyişiklik yalnız hakimiyyəti günahlandırmaqla deyil, insanların arasında bir-birinə dəstək olmağı bacarması ilə başlayır.